Bir sıralama etmeye çalışsak, sizce ilk sıraya kimi koyarıq? Dünyanın gelmiş geçmiş en təsirli 100 insanı adlı araştırmasında birinci sıraya tarix boyu gördüğü işlerle diğer insanların hayatına az veya çok təsir etmiş xeyli şəxsiyyət gelip geçmiştir. Bəzən bir filosof ortaya attığı fikirlerle özünden sonra gelen yüzlerle dahini belə təsirləndirməyi bacarmıştır. Bəzən bir elm adamı ettiği bir keşfle milyonların hayatını xilas etmiş, belki de ölümüne sebep olmuştur. First record of the dome of Nagasaki, target for atom bomb number 2, is filmed from a super fortress many miles away. Birçok dövlət başçısı aldığı qərarlarla milyonlarla insanın həyatını şəkilləndirmişdir. Bəzən bir yazıcı qələmə aldığı bir romanla həm böyüklərin, həm də kiçiklərin xəyal dünyasına girməyi bacarmışdır. Bəs tarixin gördüyü bu böyük şəxsiyyətlər arasında bir sıralama etməyə çalışsaq, sizcə ilk sıraya kimi koyarıq? Thomas Edison, Çingiz Xan, Böyük İskəndər, Aristotel, yoxsa Albert Einstein? Amerikalı yazıcı Michael Hart dünyanın gelmiş geçmiş en təsirli 100 insanı adlı araştırmasında birinci sıraya özündən gözlənilməyən bir şəxsi yerləşdirmişdir. Bəlkə də gözləyərdik ki, o bir Amerikalı olması dolayısıyla George Washington'u veya bir fizika profesörü olduğu için Albert Einstein'i veya Yahudi əsilli olduğu için Hazreti Musa'nı ya da Hristiyan medeniyetinde büyüdüğü için Hazreti İsa'nı yerleştirerdi ilk sıraya. Ancak Michael Hart'a göre bunların hiçbiri gerçekten ilk sıranı hak etmirdi. Michael Hart'a göre siyahının birinci pillesinde Hazreti Muhammed Aleyhissalatu vesselam. Michael Hart belə ifade edir. Çoxları bu seçimi gördükdə təəccüblənəcəklər. Ancaq dünyanın gelmiş geçmiş en təsirli insanı mənası üzerine düşünən hər kəs onun Hazreti Muhammed olduğunu rahatlıkla söyləyəcəkdir. Tarixdə həm dini, həm də dünyəvi sahədə eyni anda bu qədər böyük uğurlar qazana bilmiş ikinci bir şəxsi tapmaq çətindir. O, tarixin gördüğü en büyük dinlerden birini kurmakla kalmamış, hem de özünden evvel hiçbir siyasi güce malik olmayan Ərəbləri təşkilatlandırarak zamanın iki büyük gücü olan Sasani ve Bizans imperiyalarına meydan okuyabilecek bir devlet haline getirmiştir. Michael Hart ikinci önemli bir noktaya daha toxunur. Siyahıda olan birçok şəxsiyyət olduqca inkişaf etmiş sivilizasiyaların beşiğində dünyaya gelmiş, yaxşı bir universitet veya müəllimi olmuş, aile ve çevresinin maddi imkanları sayesinde parlamağı bacarmıştır. Məsələn, Isaac Newton 18-ci əsr İngiltərəsində dünyaya gəlməsəydi, Cambridge Üniversitetində oxumasaydı, yəni o çağın imkanları yardımına gəlməsəydi, bugün tanıdığımız Newton ola bilərdimi? Veya Aristotel 20 yıl Platon'un akademiyasında ders almasaydı bu kadar təsir gücüne malik ola bilərdimi? Veya Galapagos adalarına səyahət imkanı tapmasaydı Charles Darwin'i bugün neçə adam tanıyırdı? Bütün bunlara karşılık Hazreti Muhammed'in yaşadığı dövrə, coğrafyaya, yetişdiği şəraitə baxsaq, o hiçbir üstünlüğe malik olmaması bir yana tamamen məhrumiyyətlər ve imkansızlıklar içindeydi. Yetim olarak böyüdü. Oxuma yazma bilmirdi. Mal mülkü yok idi. Etrafı cahillik, düşmənçilik, bütpərəstlik, yoxsulluq içindeydi. Üstəlik 40 yaşına kadarki hayatı onun belə bir şəxsiyyət olacağına dair hiçbir əlamət göstermirdi. Eğer 39 yaşında ölsəydi, büyük ihtimal bugün onun adını bilen tek bir insan belə olmayacaktı. Bəs birden ne değişti? 40 yaşında 610. ildə Allah'ın elçisi olduğunu elan etti. Bu xəbərdən sonra ətrafı onu gül çiçəklə qarşılamadı. Davamlı baskılar, təhdidlər, işgəncələr o həddə çatdı ki, artık 622. ildə az sayda iman edenle birlikte doğulduğu şəhər Məkkədən Mədinəyə hicrət etmək məcburiyyətində qaldı. Cəmi 8 yıl sonra qovulduğu şəhərə Fatih olarak geri döndü. 632. ildə artık Ərəbistanın hər tərəfinə İslam yayılmıştı. Hayatının bu son ilində vəda xutbəsinə qatılan müsəlmanların sayı 100 mindən artıq idi. Birçok liderin təsiri onun vəfatı ilə sona çatır. Ancaq Hazreti Muhammed'in qurduğu din və dövlət onun vəfatından sonra tarixdə misli görülməmiş şəkildə yayılmasını davam etdirdi. Vefatından cəmi 10 il keçmişdi ki, İslam orduları
sayca qat-qat az olmalarına rəğmən Bizansın əlindən Misiri və Sasani imperiyasından İran və Mesopotamiyanı almağı bacarmışdı. Peyğəmbərin vəhiy aldığı ilk il 611-ci ildən cəmi 100 il keçmişdi ki, 711-ci ildə müsəlmanlar gəmilərini İspaniya torpaqlarına çıxarırdılar. Şərqdə fətihlər Hindistanın içlərinə qədər genişlənmişdi. 100 ilin sonunda qurulan hakimiyyət tarixin o zamana qədər gördüyü ən böyük imperiya idi. Tarixdə nadir də olsa qısa müddətdə bu qədər böyük irəliləyişlər olmuşdur. Ancaq İslamın bu qədər sürətlə yayılmasını müqayisə etsək, olsa bu Monqolların istilası ola bilər. Ancaq arada önəmli bir fərq var. Davamlılıq. Çingizxan İslam torpaqlarını fəth üçün yola çıxmışdı. Bir çox ərazini də ələ keçirdi. Ancaq İslama qarşı yürüyüş edən Çingizxanın nəvələri belə cəmi 2 nəsil sonra müsəlman olacaqdılar. Halbuki müsəlmanlar İspaniyada 600 il qalmağı bacardılar. Orada böyük bir sivilizasiya qurdular. Avropada fəlsəfənin yenidən canlanması Əndülüs müsəlmanlarının vasitəsilə gerçəkləşdi. İslamın girdiyi torpaqlarda milyonlarla insan İslamı qəbul etdilər. Bir çox ərazidə İslam oradan geri çəkilməsinə rəğmən insanlar bir daha başqa bir dinə keçmədilər. Heç bir müharibə olmadan belə bugün uzaq Asiyada 300 milyon insan İslamı mənimsəmişdir. Bəs niyə siyahının birinci yerində Həzrəti İsa yox, Həzrəti Muhammed var? Nə də olsa ən azından kağız üzərində xristianların sayı müsəlmanların sayından daha çoxdur. Michael Hart bunu belə ifadə edir. Müsəlmanların istər inanc, istər ibadət, istər əxlaqi prinsiplərində Həzrəti Muhammed mərkəzi yer tutur. Ancaq xristianlığın formalaşmasında Həzrəti İsa'dan daha çox Əziz Pavlus yer tutur. Hətta deyə bilərəm ki, Həzrəti Muhammedin İslamdakı rolu Həzrəti İsa və Əziz Pavlusun birgə xristianlıqdakı hissəsindən daha çoxdur. Bunun da ötəsində Həzrəti Muhammed Həzrəti İsa'dan fərqli olaraq bir siyasi lider idi. Michael Hart üçüncü bir önəmli nöqtəyə daha toxunur. Tarixi hadisələrə baxaq, liderlərə nəzər salaq. Bu hadisələr onsuz da gerçəkləşməyə hazır olur. Geriyə sadəcə birinin çıxıb liderlik cəsarətini göstərməsi qalır. Məsələn, Simon Bolivar adlı bir lider olmasaydı da Amerikan yerliləri İspanlara qarşı müstəqilliklərini qazanacaqdılar. Ancaq Həzrəti Muhammed olmasaydı, ərəb coğrafiyasından İslam kimi bir dinin çıxması imkansız idi. Bugün yer üzündə 500 milyon insan 7-ci əsr ərəbcəsində danışıb bir-birini başa düşə bilirsə, bunun tək bir səbəbi var. Həzrəti Muhammed. Bugün yer üzündə 2 milyarda yaxın insan tək bir yaradıcıya inanırsa, bunun tək bir səbəbi var. Həzrəti Muhammed. Həm insanların inancını, həm də tarixin axarını bu qədər köklü şəkildə dəyişdirə bilmiş tək bir insan var. Həzrəti Muhammed. Michael Hart toxunmasa da bunu da düşünək. Bəs Həzrəti Muhammedin təsiri nə zamana qədər davam edəcək? Bunu birbaşa onun özünün gələcəyə dair sözlərindən dinləyək. Şübhə yox ki, bu din gecə və gündüzün çatdığı hər yerə çatacaq. Allah İslamın girmədiyi nə bir kərpic ev, nə də bir çadır qoymayacaq. Kimilərini izzətləndirərək, kimilərini zəlil edərək. İslamı izzətləndirən bir izzət ilə, küfrü zəlil edən bir zillət ilə. Aradan 14 əsr keçməsinə və o qədər qaralama kampaniyalarına rəğmən İslam bugün Avropanın ən sürətlə yayılan dinidir. Bəli, Həzrəti Muhammed hələ də tarixin ən təsirli insanı olmağı davam etdirir.